Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Sizə sabaha olan hava haqqında məlumatı təqdim edirik. Bakıda və Abşeron yarımadasında aprelin 15-dən 16-sına keçən gecədən yağışın aramsız leysan xarakterli intensiv, günün birinci yarısınadək yarımadanın bəzi yerlərində güclü olacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Temperatur gecə 6-9 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında arabir leysan xarakterli yağıntılı olacaq. Şimşək çaxacaq. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacaq. Dolu düşəcək, bəzi dağlıq ərazilərdə qar yağacaq. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Temperatur gecə 5-9 dərəcə isti, gündüz 9-14 dərəcə isti. Dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta təşkil edəcək. Hava məlumatını dinlədiniz dəyərli izləyicilər. Bu dəyişkən havalarda səhhətinizin qeydinə qalmağı unutmayın. Görüşənədək.